Qarlı, şaxtalı havadan hər kəsi salamlayıram. Bir bu qoğalların səsinə qulaq asın, görün necə xırçıltılıdır. Bir o qədər zərif, həm də dadlı və ləzzətlidir. Elə isə mən hazırladığım qoğalın reseptini və hazırlanmasını sizlərlə paylaşmaq istədim. İşə ilk öncə aparadan başlayıram. Apara üçün qaba maya, şəkər tozu, un və su qarışığını qarışdırıb mayanın aktivləşməsini gözləmək üçün kənara alıram. Bu zaman yoğurma qabına unun üzərinə yumurtanı, xamanı, kərə yağını, duru yağı, sirkə, duz, şəkər tozu, sarı kök, süd və su qarışığını əlavə edib xəmir yoğururam. Xəmiri yarım saat dincəltdikdən sonra təkrar yoğurub 1 saat gəlməyə göndərirəm. 1 saatın sonunda elastik və zərif, gözəl bir xəmir alınır. Xəmirimizi 2 hissəyə bölürəm. 2 hissəyə böldüyüm xəmirləri də 8 ədəd olmaqla 233 qramlıq kündələrə ayırıram. Kündələr biraz dəzgah üzərində gəldikdən sonra onları dəzgahı yağlayıb, onları yayıb yağlamağa başlayıram. Yayıb yağladığımız xəmirlərdən 120-130 qramlıq rulonlar bükürəm. Rulonlar da biraz dəzgahın üzərində gəldikdən sonra içlərini içliklə doldurub, biraz yenə də dəzgah üzərində gözlədib, 170-180 dərəcəli mebel içi sobada qızarana qədər bişirirəm. Bütün ərzaqları açıqlamada qeyd edəcəm. Kanalımızı izləyib abunə olmağı unutmayın. Nə sualınız olsa da şərhlərdə yazın, hər birini cavablandıracağım.